Dostlar, hər birinizi kanalımıza salamlayırıq. Kanalımıza dəstək olmaq məqsədilə video bəyənməyi, paylaşmağı və ən əsası xəbərləri ilk oxumaq üçün abunə olmağı unutmayın. Bugün erməni silahlı bölmələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar. APA istinadən verilən məlumata görə atılan güllələrdən biri kənd sakini 2004-cü il təvəllüdlü Yusifov Ramil Sabir oğlunun ayağının altındakı daş qırıqlarına dəyib. Nəticədə daş qırıqları yeniyetməni zədələyib. Kənddə olan həkimlər tərəfindən Ramilə tibbi yardım göstərilib. Onun qəlpə yaraları aldığı da məlum olandan sonra Tovuz rayon mərkəzi xəstəxanasına göndərilib. Qeyd edək ki, bir neçə gün əvvəl ermənilər Qaralar kəndində mülki şəxsləri atəşə tutaraq onların əkin sahələrində təsərrüfatla məşğul olmalarına maneçilik törədiblər. Güllələr yaşayış evlərinin dam örtüklərinə də ziyan vurubdur.